Bildim hə. Bir de çekleri de gönderin de. Hə, baş qarışıqda ona görə göndərəcəm baş qarışıqda ona görə. Rəfiqə, bir bankdan pul atçınan, oradan da ödəniş elə. Qoy Rəfiqəyə deyim, indi ödəsin. Onu gönderin ki, ben maklerə verim, o sistemə qoyacaq, onlarla çeklerle borcu baxan bilsin ki, borcu. Yaxşı, borcunuz nasıl çoxdur? 23 birdə 18 bir onu da indi ödəyəcəm. Şeydə Wi-Fi da dünən ödədik. Daha kim gəlib qalsa gələn ayın 5-nə kimi Wi-Fi heç ödəməyəcək var. Onun da kodunu falan da eləyə bilərsiniz. Hamısı məndə şeydədir də, Leo Bankdadır. Oradan skrin eləyib ataram sizə hamısını. Oradan skrin eləyib göndərin də qurban olun. Yaxşı. Çünki ödəniş olubdur, borc yoxdur, yaxşı. Yaxşı, yaxşı. Onda olsa görün mən danışım buna. Siz sabah axşam tərəfi evdə olarsınız. Mən sabah sən neçədə gəlim götürüm bəs. Hə, axşam tərəfi olar, gəlib götürə bilərsiniz. Yox, sabah saat neçədə çıxarsınız siz tam olaraq? İndi Mən neçədə gəlim evə? Bunu dəqiqin bilmirəm də. Yəni indi köçürək çox ehtimal ki, səhər bu gün köçsək, səhərə xırda-mırda şey qalacaq. Onlar da bir də sabah aparacaq. Hə, başa düşdüm. Yaxşı qadanım, qoy usta ilə danışım görüm. Sabah həmən. Yaxşı. Yaxşı. Niyə yazı gəlmir ki? Özü yazsın, nə problem var ki, buraya gəlmir. İşim var, vallahi amma köçürəm. İş nədən var? Köç eləyirəm, paltar yığıram. Gətim ona gəldi. Yox, ben elim evdə yaşamışım, nasıl olmalıyım? Onu nasıl göstərəm? Amma mən neyliyim? Yaxşı olsun, mən onu neyliyim? Qazmışam da, işlətmişəm, olmalıdır da. Nə deyirsən? Sonra deyərəm. Gecənə suydaşım. Hə, danışarıq. Ay, belim ağrıyır. Amma evin zadı şeyi. O birisi evi bəlkə yığışdırmaq